Salam dəyərli izləyicilər, veteran pulları ilə bağlı çox vacib bir açıqlamanı diqqətinizə çatdırıram. Yaxın zamanlarda müavinət və təqaüdlərdə artım müşahidə olunacaq. Oxunuşda da bunu xüsusilə qeyd etmişdim. Müharibə iştirakçıları müavinətlərinin 80 manat müəyyənləşdirilməsi 2019-cu ildə baş verib və 2019-cu ildən sonra həmin məbləğ dəyişməyib. Və qanunvericiliyə əsasən həmin məbləğ bizim veteranlarımızın kommunal xərclərini ödəmək məqsədi daşıyır. Və ümumiyyətlə kommunal xərclərlə bağlı qiymətləndirmə göstərir ki, 2019-cu ildən sonra kommunal xərclərin portfelində, yəni bütövlükdə kommunal xərclərin təxminən 2 dəfəyə yaxın artım baş verib. Yəni əgər hər hansı bir məbləğ kommunal xərclərin ödənilməsi üçündürsə və kommunal xərclər artırsa, analoji olaraq həmin müavinətin artırılmasına ehtiyac var. Ona görə mən təklif etmək istərdim ki, müharibə iştirakçılarına verilən müavinətin kommunal xərclərdəki artım tempinə uyğun olaraq 2 dəfə artırılması ilə bağlı mali yükün hesablanması və buna uyğun olaraq qərarın qəbul edilməsi məqsədə uyğun olardı. Çünki nəticə etibarilə həmin xərclərin, həmin müavinətin optimallaşdırılmasından sonra artıq digər təklif ondan ibarətdir ki, kommunal xidmətlərdə tarif artımına uyğun olaraq artıq həmin məbləğin dəyişməsi və artırılması həyata keçirilə bilər ki, bu da mütəmadi olaraq həmin